Salam əziz şagirdlər. Biz bugün yeni test toplusundan funksiyalar və qrafiklər mövzusuna aid olan testlərə baxaq. Birinci sual. Y bərabər 3x minus 2 funksiyası verilmişdir. Cədvəldə verilənlərə görə A plus B cəmini tapın. Siz sol tərəfdə testlər siyahısında birinci sualda cədvəl görürsünüz. Orada x və y-in uyğun qiymətləri göstərilmişdir. Deməli, x 5 olduqda biz y-i tapmalıyıq. Y-in bu qiyməti A-dır. Yəni, A elə bir qiymətdir ki, o y-in qiymətidir. Deməli, y 4 olduqda isə biz B-ni tapmalıyıq. B isə x-in qiymətidir. İndi x 5 olduqda gətirib funksiyada x-in yerinə burada biz 5-i yazsaq nə olar? 3 vur 5 çıx 2. 15-dən 2 çıxanda 13. İndi y-də 4-ü yerinə yazsaq, burada y-də 4 yazsaq 4 bərabər 3x minus 2. Buradan da 3x bərabər 6, x oldu 2. Deməli, x-in qiyməti 2, yəni x-in bu qiyməti B deməkdir. Yəni, B oldu 2, A oldu 13. İndi biz bunların cəmini tapmalıyıq. 13 plus 2 bərabərdir 15. D variantı. İkinci sualda oxşardır. Baxaq üçüncü suala. Y bərabər 3x plus 2 funksiyası x bərabər 2 nöqtəsindəki qiymətini tapın. Deməli, biz bu funksiyanın x 2 olduqdakı qiymətini tapmalıyıq. Bunun üçün gətiririk x-in yerinə 2 yazırıq funksiyada. O da bərabərdir 8. Cavab D variantı. Baxaq dördüncü tapşırığa. Y bərabər kx plus b xətti funksiyasının qrafikinə görə k və b-nin işarələrini müəyyən edin. Deməli, biz burada baxırıq ki, şəkildə funksiya azalan funksiyadır. Azalandırsa, şəkil sxematik olaraq bu şəkildədir. Bu x oxu, burada y oxu olsun. Deməli, funksiya azalan olduğuna görə k mənfidir və qrafik koordinat başlanğıcına nəzərən y-in müsbət yarımox hissəsindən keçdiyinə görə b də müsbətdir. Deməli, k mənfi, b müsbət, A variantı. Baxaq digər tapşırığa. 5-ci tapşırıqda da baxsaq, şəkildən görsənir ki, qrafik artandır. Artan olduğuna görə k müsbət və b də müsbətdir. K müsbət, b müsbət, B variantı. 6-cı tapşırığa baxaq. K mənfi olarsa, y bərabər k böl x funksiyasının qrafiki hansı rüblərdə yerləşər? Bu, tərs mütənasib asıllıq funksiyasının qrafikidir və biz bilirik ki, k mənfi olduqda funksiyanın qrafiki yerləşir 2-ci və 4-cü rüblərdə. Deməli, variant D oldu. Sxematik olaraq göstərsək, haradasa bu şəkildə olur. Bura 2-ci rübdür, bura 4-cü rübdür. 7-ci tapşırıqda isə k müsbətdir. K müsbət olanda tərs mütənasib asıllıq funksiyasının qrafiki deməli yerləşir 1-ci və 3-cü rüblərdə. 1-ci və 3-cü rübdə A variantdır.
8-ci tapşırığa baxaq. Y bərabər x kvadrat plus 8 parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Bu funksiyanın təpə nöqtəsinin koordinatları 0 və 8-dir. B variant. 9-a baxsaq. Y bərabər mənfi x kvadrat plus 10 parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Baxsaq cavablara. Deməli, burada A variantdır. Çünki 0 və 10'dur. Baxaq 10-cu tapşırığa. Y bərabər mənfi x kvadrat plus 17. Bu parabolanın da təpə nöqtələrinin koordinatları 0 və 17'dir. Variantlara baxsaq. D variantı. On birdə isə parabolanın təpə nöqtəsinin koordinatları 0 və mənfi 4'dür. A variantı. Baxaq 12-ci tapşırığa. Funksiyalardan hansı xəttidir? Xətti funksiya bilirik ki, y bərabər kx plus b şəklindədir. Və kx plus b şəklinə uyğun olan variantlar hansılardır? Birincidir. Y bərabər 8x çıxaq 5. İkincidir. Y bərabər x bölü 3'ü belə demək olar 3'də 1 x plus 5. İkincidir. Deməli, üçüncüdür. Y bərabər 4 çıxaq 2x. Onu da mənfi 2x plus 4 kimi demək olar. Bir də 6-cıdır. Y bərabər 6x plus 5 bölü 2. Onu da hər ikisini 2'yə bölsək 3x plus 2 onda 5 kimi göstərmək olar. Və bunlar hamısı bu şəkildə olduğuna görə deməli xətti funksiyadırlar. Cavab olaraq D variantı. Baxsaq 13-cü tapşırığa. 13-cü tapşırıqda da deyir ki, funksiyalardan hansı xəttidir? Baxsaq, deməli, burada birincidir. Birinci, y bərabər 6x minus b. Görürük ki, kx plus b şəklindədir. Üçüncüdür. Y bərabər 5 minus 3x. Bunu yəni bu şəkildə göstərmək olar. Kx plus b-yə oxşasın deyə. Mənfi 3x plus 5 şəklində. Bir də 6-cıdır. 6-cı da y bərabər 2x plus 3 bölünsün 2'dir. Bunu da 2x 2'yə bölsək 1x plus 3'ü də 2'yə bölsək 1 onda 5. Yəni bu da kx plus b şəklindədir. Hər üç funksiya xətti funksiyaya aid nümunədir. Cavab oldu Y variantı. Baxaq 14-cü tapşırığa. 14-cü tapşırıqda düz mütənasib asıllığın qrafikinə görə K əmsalını tapın. Biz bilirik ki, düz mütənasibliyin qrafiki düsturu y bərabər kx şəklindədir. Və görürük ki, funksiyanın qrafiki 1,4 nöqtəsindən keçir. Və gətirib bunları yerinə yazsaq 4 bərabərdir k vur 1 və alırıq ki, k bərabərdir 4. Deməli, cavab oldu C variantı. On 15-ci tapşırıq da oxşardı. Yəni, y bərabər kx yazaq və funksiyanın qrafiki 2,5 nöqtəsindən keçir. Gətirib x və y-in qiymətlərini yerinə yazsaq, k bərabər 2,5 olar. 2,5 isə Y variantdadır. Baxaq digər səhifəyə. 16-cı tapşırığa baxaq.
Düz mütənasib asıllığın qrafikinə görə k əmsalını tapmaq lazımdır. Yine kx şəklində yazaq. Burada funksiya yazılan olduğuna görə k mənfi olacaqdır. Deməli, funksiyanın qrafiki hansı nöqtələrdən keçir? 4, 0,4 və mənfi 2 nöqtələrindən keçir. Gətirib bunları yerinə yazsaq, bu şəkildə olar. Və buradan da k bərabərdir 5-ə. Burada 0,4 müsbətdir. Müsbət. Və k bərabərdir mənfi 5-ə. C variantı. On 18-ci tapşırığa baxaq. Y bərabər 4-1 x minus 5. Xətti funksiyasının qrafiki OX oxunu hansı nöqtədə kəsir? OX oxunu hansı nöqtədə kəsmək üçün Y-ə 0 demək lazımdır. Biz Y-ə 0 desək, 0 bərabər 4-1 x minus 5. 4-1 x bərabər 5. X bərabər 20. Deməli, 20 0 nöqtəsində kəsər. Baxsaq, D variant. Baxaq digər tapşırığa. 19-a baxsaq. Y bərabər 2x plus 4. Funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu da x 0 olanda kəsir. X-a 0 versək, y 4 olar. Yəni funksiya ordinat oxunu 0,4 nöqtəsində kəsər. B variant. Baxaq 20-yə. Y bərabər mənfi 2x plus 5. Xətti funksiyasının qrafiki, xətti funksiyasının düsturu verilmişdir. Söylənir ki, aşağıdakı nöqtələrdən hansı bu funksiyanın qrafiki üzərindədir? Yəni, nöqtələrdən hansı bu funksiyanın qrafikinə aiddir? Bunun üçün, deməli, variantlarda verilmiş nöqtələrdə arqumentin qiymətini yerinə yazmaq, yəni x-in qiymətini yerinə yazmaq. Əgər funksiyaya uyğun ikinci ədədi alarıqsa, deməli, nöqtə bu qrafikin üzərindədir, əks təqdirdə üzərində deyil. Məsələn, A-nı yoxlasaq, A nöqtəsində koordinatlar 30 və 75-dir. Və yoxlayaq, Y bərabər mənfi 2 vurulsun, mənfi 30 plus 5. Bu da 65 edər. 75 alınmadı. Deməli, bu daxil deyil. Bu, yəni funksiyanın qrafiki üzərində deyil. B-ni yoxlayaq. Bu aid olmadı. B-nin koordinatları mənfi 35 ilə 75-dir. Yazırıq Y bərabər mənfi 2 vurulsun, mənfi 35 plus 5. Mənfi 2-ni mənfi 35-ə 70 oldu 75. Deməli, bu nöqtə funksiyanın qrafikinə aiddir. Yəni, onun üzərində yerləşir. Yəni, nöqtələr aiddir, aid deyil. Söylədikdə belə yoxlamaq lazımdır. Məsələn, 22-yə baxaq. Yenə də həmin tipli sualdır. 2x minus 6 funksiyasının qrafiki üzərində bu nöqtələrdən hansı yerləşmişdir? Baxırıq. Məsələn, A-ya baxsaq, x-in yerinə 4 yazsaq, 2, 4, 8, 8-dən 6 çıxsaq, y 2 alırıq, lakin y 0 olmalıdır. Ona görə A olmadı. B-yə baxsaq, B varianta, yəni 2-ni vursaq 35-ə 70 və 70-dən 6 çıxsaq, mənfi 64, müsbət 64, o da mənfi 35 olmalıdır. Olmadı, B-də aid deyil. C-yə baxaq. C-nin koordinatı mənfi 35 və mənfi 76-dır. Deməli, Y bərabər 2 vurulsun mənfi 35 minus 6. Bu da elədir. Mənfi 76. Bu nöqtə deməli funksiyanın qrafiki üzərindədir. Baxaq 23-cü tapşırığa.
K'nın hansı qiymətində y bərabər k bölü x funksiyasının qrafiki verilmiş nöqtədən keçər? Yəni M nöqtəsindən keçər. M nöqtəsinin koordinatları da -5 kök altda 3 ilə kök altda 3'dür. Bunları gətirib yerinə yazsaq, kök altda 3. Yəni biz K'nı tapmaq üçün sadəcə belə də yaza bilərik. K bərabərdir x vuraq y. İndi yazırıq burada -5 kök altda 3 vurulsun kök altda 3. O da bərabərdir -15. Deməli K oldu -15. Variantlara baxsaq D variant. də oxşar sualdır. K'nın hansı qiymətində funksiyanın qrafiki -1, 3 nöqtəsindən keçər? Yenə K'nı tapmaq üçün biz y-i x-a vurmalıyıq. Bunun üçün də -1'i vururuq 3'ə, -3. Deməli K -3 olduqda. Y variant. Baxaq 27'yə. A -3, -4 nöqtəsi verilib. Bu nöqtənin y bərabər k bölü x funksiyasının qrafikinin üzərində olması üçün k neçə olmalıdır? Bunun üçün yenə də biz K'nı tapmaq üçün y-i x-a vurmalıyıq. Bunun üçün -4'ü -3'ə vursaq 12 edər. Cavab oldu A variant. Baxaq 29'a. Deməli A'nın koordinatları k və -5'dir. Funksiyada y bərabər 15 bölü x-dır. Bizə K'nı tapmaq lazımdır. Aydın məsələdir ki, A nöqtəsi funksiyanın qrafiki üzərindədir. Bunun üçün uyğun koordinatları yerinə yazsaq, yəni 5, -5 bərabərdir 15 bölək x-in də yerinə k yazsaq, k bərabərdir -3'ə. Cavab oldu D variant. 30-cu suala baxaq. Y bərabər kx plus b düz xəttinin qrafikinə görə k minus b fərqini tapın. Bunun üçün baxaq uşaqlar funksiyanın qrafikinə. Deməli, funksiyanın qrafiki hansı nöqtələrdən keçir? -2, 0 və 0, 2 nöqtələrindən keçir. Və biz buradan gətirib bu nöqtənin koordinatlarını yazsaq, o zaman nə olar? Yazaq bunları. Birinci nöqtəni yazsaq, 0 bərabər -2k plus b. 2 bərabər -2'ni burada deməli x'in yerinə bu 0'ı yazsaq, o zaman k'nı da 0'a vursaq 0 olar. B olar 2. B olar 2 və buradan B 2'dirsə bu qiyməti burada yerinə yazıb k'nı da tapmaq olar. Buradan 2k bərabərdir b-yə. O zaman deməli k bərabərdir b bölü 2. B də 2 olduğuna görə 2'ni 2'yə bölsək 1 olar. Deməli k da oldu 1. B2 k1. İndi bunların fərqinə baxsaq k minus b 1 minus 2 bərabər -1. Bərabər -1 alarıq. Cavablara baxsaq D variant. Otuz ikinci tapşırığa baxaq. Y bərabər 4 bölünsün 3 plus x.
Arqumentin mənfi 5'ə bərabər qiyməti üçün aydın məsələdir ki, arqument x-dir. Arqumentin mənfi 5 qiymətinə uyğun biz funksiyanın qiymətini, yəni y-in qiymətini tapmalıyıq. Bunun üçün gətirib verilənləri yerinə yazsaq, y bərabərdir 4 bölünsün 3 plus mənfi 5, onu da minus 5 yazaq. 4 bölünsün mənfi 2 bərabər mənfi 2. Y mənfi 2 olmuş olar. Y variant. Baxaq 34'ə və 33'ə baxaq. Arqumentin mənfi 4'ə uyğun qiyməti üçün y bərabər x kvadrat plus 2 funksiyasına uyğun qiymət tapaq. Bunun üçün yenə də gətirək x-in qiymətini yerinə yazaq. Mənfi 4'ün kvadratı 16 edər 18. C variant. 34'ə baxaq. Arqumentin mənfi 0,2 qiymətinə bərabər qiyməti üçün y bərabər 10 bölünsün x funksiyasının uyğun qiymətini tapaq. Yenə də gətirib y-in qiymətini yerinə x-in qiymətini yerinə yazmaq lazımdır. Yəni 10 bölünsün mənfi 0,2. Bu da bərabərdir mənfi 50. C variant. 35-ci tapşırığa baxaq. Y bərabər kx plus b funksiyasının qrafiki 0, 0 və 1, 3 nöqtələrindən keçərsə, k və b-nin qiymətlərini tapaq. Bunun üçün gətirək, koordinatları yazaq yerinə. 0, 0 nöqtəsini yazsaq, 0 bərabərdir k vur 0 plus b. Buradan b bərabər 0 olar. 1, 3'ü yazsaq, 3 bərabər k vurulsun 1 plus b. B də 0 da artıq belə. Buradan da k bərabərdir 3'ə. K 3, b 0. Cavab oldu B variant. Baxaq 37-ci tapşırığa. Funksiyanın qrafiki göstərilmişdir və bizə deyir ki, kx plus b xətti funksiyasının qrafikinə görə çıxaq 3b-ni hesablayın. Uşaqlar, oradan görürük ki, deməli, funksiyanın qrafiki 3 nöqtəsindən keçir. Y oxu üzrə, deməli, B3-dür. B3-dürsə, funksiyanın qrafik düsturu kx plus b. B əvəzinə 3 yazırıq və olur kx plus 3. Və funksiyanın qrafiki 1-0 nöqtəsindən keçir. Gətirib bunları yerinə yazsaq, k-nın mənfi 3 olduğunu taparıq. Deməli, k mənfi 3, b də 3. Gətirib bunları yerinə yazsaq burada. Mənfi 3 minus 3 vurulsun 3. O da bərabərdir mənfi 12. Cavab oldu B variant. Otuz dokuz. Y bərabər mənfi 1,5x plus 8 düz xətti üzərində absisi ordinatından 2 dəfə böyük olan nöqtəni göstərin. Absisi ordinatından 2 dəfə böyük olan nöqtə bu şərti ödəməlidir. Və biz gətirib bunları yerinə yazsaq, yəni x-in yerinə 2y yazsaq, y bərabər mənfi 1,5 vur 2y plus 8. Buradan y bərabər mənfi 3y plus 8
4y bərabərdir 8. Y oldu 2. Əgər y 2-dirsə, o zaman x-in 4 olduğu alınır. Yəni ki, burada yerinə yazarıq bunu və x-in 4 olduğunu taparıq. Deməli, həmin nöqtənin koordinatları 4, 2-dir. B variantı. Baxaq 41-ə. Fx bərabər 2x-in kvadratı minus 13 funksiyası üçün f4 minus f2-ni hesablayaq. Bunun üçün biz deməli absisin, yəni argumentin aparıb qiymətlərini funksiyada yerinə yazmalıyıq. Yəni 4-ü gətirək funksiyada yerinə yazsaq 2 vur 4-ün kvadratı minus 13 minus 2 vurulsun 2-nin kvadratı minus 13 bərabərdir. 4-ün kvadratı 16, 16-nı 2-yə vursaq 32 olar 32 minus 13 minus 2-nin kvadratı 4, 4 2 8, 8 çıxaq 13 bərabərdir. 32-dən 13 çıxsaq 19, 8-dən 13 çıxsaq -5, o da olur plus 5, 24. Cavab oldu Y variantı. Baxaq 43-ə. Fx bərabər x kvadrat plus 3x minus 10 funksiyasının qrafiki oyq oxu ilə kəsmə nöqtəsinin ordinatlarını tapın. Oyq oxu ilə kəsmə nöqtəsinin ordinatını tapın. Yəni bunun üçün oyq oxu ilə kəsişirsə x-a 0 demək lazımdır. Bunun üçün 0 desək, yəni f0 bərabərdir 0 kvadrat plus 3 vur 0 minus 10 olar -10. Yəni axtarılan nöqtə -10'dur. Y variantı. -44'də isə deməli f0 bərabər olar -7, yəni cavab B variantı. Oxşar tapşırıqdır. 46'ya baxaq. 46 4x plus 1/5 y bərabər 5 tənliyinin qrafikinə nöqtələrdən hansı aiddir? Burada baxaq A-ya. 2, 2 nöqtəsi. Gətirib yerinə yazmaq lazımdır. A 2, 2'dir. Yazırıq 4 vur 2 plus 1/5 vur 2. Əgər biz 5 alsaq, deməli bu nöqtə bu funksiyanın qrafikinə aiddir, əks halda aid deyil. Bu da 8 ilə 3'ün cəmi 11, 5 olmadı. Deməli A aid deyil. Baxaq D-yə. 2, -2. 4 vur 2, üstə gələk. 1/5 vurulsun -2. 8'dən 10 çıxsaq -2. Alırıq. Deməli 4, 2, 8, çıx 3. 4, 2, çıx 3. 8'dən 3 çıxanda 5. 5. 8'dən 3 çıxanda 5 deməli bu da bu funksiyanın tənliyinə uyğundur. Deməli qrafikə aiddir. Yəni ki cavab oldu D nöqtəsi. -47'yə baxaq. 47 şifahi bir sualdır. Söyləyir ki, hansı qrafik y bərabər 3x minus 2 funksiyasının qrafikinə aiddir? Bu təxminən -2'dən, bura -2 olsun və 3x minus 2'ni 0'a bərabər eləsək, x bərabər 3 deyir ki, haradasa bu şəkildə keçən bir düz xətdir. Baxırıq variantlara, B variantı uyğun gəlir. Deməli cavab B'dir.
48'də isə 3 vahid yuxarıdan azalan, o da B-dir. 48'də də B-dir. Yəni qrafikə baxaraq funksiyanın qrafikini seçib təyin etmək olar. Əlliyə baxaq. Y bərabər 3x minus 4, y bərabər 5x plus 4 funksiyaların qrafiklərinin kəsişmə nöqtəsini tapın. Bunun üçün funksiyaların sağ tərəflərini bərabərləşdirək və buradan x-i təyin edək. X oldu -4. İndi isə funksiyalardan birində yerinə yazıb, məsələn birincidə y-i təyin edək. O da -16 edər. Deməli oldu -4, -16. A variantı. -51. Y bərabər -5 x plus 3'ün kvadratı minus 2. Parabolanın təpə nöqtəsi hansıdır? Parabolanın təpə nöqtəsi -3 və -2'dir. -3 və -2 C variantı. Məsələn 52'də də -7 ilə 5'dir. B variantı. -53'də 5 ilə -7'dir. Burada da B variantı. Ümumiyyətlə funksiya y bərabər a x minus m kvadrat plus n şəklinə göstəriləndə m-in onun təpə nöqtələri adlanır. M parabolanın təpə nöqtəsinin apsisi, n isə ordinantıdır. Baxaq 56'ya. Y bərabər x plus 3, y bərabər 12 minus 8x funksiyalarının kəsişmə nöqtələrini tapın. Yenə də funksiyaların sağ tərəflərində olan ifadələri bərabərləşdiririk. Buradan 9x bərabər 9, x bərabər 1. X-in bir qiymətini aparıb iki funksiyadan birində yerinə yazaq. Məsələn birincidə yazsaq 1 plus 3 bərabər 4 olar. Deməli uyğun koordinat 1, 4'tür. B variantı. Əlli baxaq. Təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Baxırıq ki, bu düz mütənasib asıllıq funksiyasıdır. Yəni y bərabər kx-dir və hansı nöqtədən keçir? 3 nöqtəsindən keçir. Gətirib bunları y və x-in yerinə yazsaq, k-nın 1 olduğunu alarıq. Deməli funksiya y bərabər ilə x şəklindədir. O da C variantı. Baxaq 59'a. B-nin hansı qiymətində y bərabər -3x plus B funksiyasının qrafiki koordinat başlanğıcından keçər. Aydın məsələdir ki, funksiyanın qrafikinin koordinat başlanğıcından keçməsi üçün o y bərabər kx şəklində olmalıdır. Bunun üçün də yəni burada kx şəklində olmaq üçün bu y bərabər -3x olmalıdır. Və bunun üçün də B0 olmalıdır ki, funksiya y bərabər -3x şəklinə düşsün. O da B variantı. Məsələn, B-nin hansı qiymətinə funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Yenə B0 olduqda C.
60 da oldu. C variantı. Altmış ikiye baxaq. Y bərabər x kvadrat plus 7. Yenə də variantlarda nöqtələr verilmişdir koordinatlarıyla. Söyləyir ki, bu nöqtələrdən hansı bu funksiyanın qrafikinə aiddir. Ümumiyyətlə, nöqtənin funksiyanın qrafikinə aid olmaq üçün arqumentin qiymətini yerinə yazdıqda deməli, funksiyanın qiyməti variantda göstərilən qiymət olmalıdır. O zaman nöqtə aiddir, əks halda aid deyil. İndi biz görürük ki, məsələn, A variantda 0 ilə 8, x-in yerinə 0 qoysaq 7 alarıq. Amma variantda 8-dir, deməli, A nöqtəsi aid deyil. Amma D-yə baxsaq, 1-i qoysaq x-in yerinə, deməli, bu 1, 8-i baxın, y bərabər 1-in kvadratı plus 7 etdi 8. Yəni, doğrudan da arqumentin yerinə 1 yazsaq, ordinatın da qiyməti, yəni funksiyanın qiyməti də 8 olar. Yəni, D uyğun gəlir. 63-də isə y bərabər x plus 3-ün kvadratı plus 5-dir. Bu parabolanın təpə nöqtəsi -3 və 5-dir. Söyləyir ki, təpə nöqtə koordinat müstəvisində yerini təyin edin. -3, 5 isə biz bilirik ki, ikinci rübdür. İkinci rübdə D variantında yerləşir. 64-də isə təpə nöqtə -5 və -3-dür. Bu isə bilirik ki, üçüncü rübdür. Koordinatlar hər ikisi mənfidir. Cavab oldu B variantı. 65-ə baxaq. Hansı düz xətt ordinat oxuna paraleldir? Ümumiyyətlə, ordinat oxuna paralel olmaq üçün, bu ordinat oxudur, qrafik bu şəkildə olmalıdır. O da x bərabər A düz xəttidir. İndi 65-də hansı düz xətt ordinat oxuna paraleldir? Orada x bərabər -3-ü görürük. Deməli, Y variantı. 66-da hansı absis oxuna paraleldir? Absis oxuna paralel olmaq üçün isə funksiyanın qrafiki y oxuna paralel olmalıdır. Bu şəkildə, yəni y bərabər B olmalıdır. Variantlardan da B variant uyğun gəlir. Yəni, y bərabər 2. E, 67-yə baxaq. Y bərabər 7x plus 21 düz xəttinin OX oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. OX oxu ilə kəsişmək üçün də y0 olmalıdır. Y-in yerinə 0 yazsaq, 7x plus 21, x oldu -3. Deməli, olur -3, 0 nöqtəsi. A variantı. -69 olsun. Fx bərabər -x kvadrat plus 2x plus 3 funksiyası üçün f -2-ni tapmalıyıq bunu. F -2-ni. İndi yazırıq f -2. F -2 o deməkdir ki, funksiyada arqumentin yerinə biz -2 yazaq. -2-nin kvadratı plus 2 vurulsun -2 plus 3 bərabərdir. -4 minus 4 plus 3 edər -5. Baxaq, 69-da -5 B variantı. Cavab oldu B. 70-ə baxaq. Y bərabər AX minus A plus 4 funksiyasının qrafiki -3, 0 nöqtəsindən keçərsə A-nı tapaq. Bunun üçün gətirək nöqtənin koordinatlarını funksiyada yerinə yazaq. Y-in yerinə 0,
X-in yerinə -3 yazaq. Bu zaman 4A bərabər 4, A bərabər 1 olmuş olar. Cavab da oldu A variant. Yetmiş ikiyə baxaq. Funksiyalardan hansılar xəttidir? Baxırıq buradan. Deməli, birinciyə baxsaq, y bərabər -2-də 1x. Bunun qrafiki düz xətdir. Düz mütənasib asıllıq funksiyasıdır bu. İkinci tərs funksiyadır. Yəni kəsir funksiyadır. Üçüncü də tərs mütənasiblikdir. Dördüncü xətti funksiyadır. X minus 3. Beşinci kvadratik funksiyadır. Altıncı da kvadratik funksiyadır. Yəni funksiyalardan hansılar xəttidir? 1 və 4 uyğun gəlir. A variant. Baxaq 73-ə. Y bərabər 4x minus 2x bölünsün 3x minus 6. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblasti arqumentin ala biləcəyi qiymətlər çoxluğudur, yəni x-in. Bunun üçün biz nə etməliyik? Məxrəci sıfırdan fərqli etməliyik. Çünki məxrəc sıfırdan fərqli olmalıdır kəsir ifadələrdə. Burada da x fərqli oldu 2-dən. Yəni bu deməkdir ki, x 2-dən başqa istənilən qiymət ala bilər. Yəni mənfi sonsuzluqdan 2-yə birləşsin 2 müsbət sonsuzluq. Variantlara baxsaq B variant. 74-də baxaq. Y bərabər -6 bölü x funksiyası üçün x-in hansı qiymətlərində y böyük 0 şərti ödənər. Yəni x-in hansı qiymətlərində funksiya müsbət qiymət alar. Ona görə biz uşaqlar bunu belə yazaq və buradan da hər tərəfi mənfi, aydındır ki, burada x da sıfırdan fərqlidir. Onu nəzərə almaq lazımdır, çünki məxrəcdədir. Və buradan x mənfi olmalıdır. Çünki -6-nı deməli mənfiyə bölsək müsbət qiymət almış olarıq. Deməli aralıq olaraq yazsaq mənfi sonsuzluq 0. Cavab oldu B variant. Baxaq 75-ə. Y bərabər -x kvadrat plus 10. Bu parabolanın təpə nöqtəsinin koordinatlarını tapaq. Aydın məsələdir ki, burada 0 ilə 10-dur parabolanın təpə nöqtəsinin koordinatları. O da hansı variantdır? Variantlara baxsaq. Burada minusdur, mən plus yazmışam. Bu minusdur. Minusdur uşaqlar. O zaman onda burada da 10 mənfi olar. 0 mənfi 10 olar. Biraz səliqəli yazaq. Mənfi 10. 0 mənfi 10 variant C. Baxaq 76-ya. Y bərabər 2kx plus b. Funksiyasının qrafikinə görə k və b üçün verilənlərdən hansı doğrudur? Biz görürük ki, baxan kimi funksiya yazılan funksiyadır və azılan olanda aydın məsələdir ki, k mənfi olur və qrafik koordinat başlanğıcına görə y-in mənfi hissəsindən keçdiyinə görə b də mənfidir.
və k mənfi b mənfi y variantı. 77'ye baxsaq, 77'ye görürük ki, funksiya azalandı. Yenə də düz mütənasiblikdir bu. K mənfidir və B sıfırdır. K mənfi B sıfır. Çünki xətti funksiyalarda yəni düz mütənasib asılıq funksiyalarında B olmur. B sıfır olur. K mənfi B sıfır. Baxaq variantlara C. Baxaq 78'e. Y bərabərdir 2x minus 4 bölünsün 3. Arqumentin hansı qiymətində funksiyasının qiyməti mənfi 2'yə bərabərdir? Funksiyanın qiyməti mənfi 2, yəni y mənfi 2. Onun üçün y-in yerinə mənfi 2 yazsaq və buradan 2x minus 4 bərabər mənfi 6, 2x bərabər mənfi 2, x oldu mənfi 1. Cavablara baxsaq B variantı. Yetmiş 9. X minus py bərabər 4 düz xətti mənfi 1, mənfi 5 nöqtəsindən keçirsə, biz P-ni tapmalıyıq. P bərabər sual. Gətirib qiymətləri yerinə yazsaq, mənfi 1 minus P vurulsun mənfi 5 bərabər 4. Buradan mənfi 1 plus 5 P bərabər 4. 5P bərabər 5, P bərabər 1. P bərabər 1 C variantı. Yox, C yox. D. D variantı. Səksənə baxaq. Yenə də funksiyaların işarəsini soruşur 80'də. Qrafikə baxsaq görərik ki, funksiya artandır, k müsbətdir və yuxarı y-in yuxarı yarım oxundan, yəni müsbət hissəsindən keçdiyinə görə B də müsbətdir. Yəni k müsbət, B müsbət. Variantlara baxsaq B variantı. Səksən birdə isə B də mənfidir, K da mənfidir. B mənfi, K mənfi, C variantı. Baxaq 82'yə. Mənfi 3, 8 cütü 5x plus by bərabər 25 tənliyinin həlli olarsa B-ni tapın. Gətiririk yenə arqument və funksiyanın qiymətlərini yerinə yazırıq. 5 vurulsun mənfi 3 plus 8b bərabər 25. 8b bərabərdir 25 plus 15. 8b bərabərdir 40. B bərabər 5. Y variantı. Baxaq 83-cü tapşırığa. 83-cü tapşırıqda deməli belə bir parabola göstərilmişdir. Y bərabər bu ax kvadrat plus bx plus c funksiyasının qrafikidir. Və
Şəklə görə, qrafikə görə biz ABC əmsallarının işarəsini təyin etməliyik. Əgər parabolanın budaqları yuxarı yönəlibsə, deməli A müsbətdir. Deməli, x-a 0 versək C-nin qiymətidir və o bu nöqtədir. Deməli, C mənfidir. Və görsənir ki, baxırıq ki, qiymətlərə baxsaq, haradasa bura x2 desək, bura x1 sıfırlarıdır bunlar funksiyanın və x2 moduluca x1-dən böyük olduğuna görə B müsbətdir. Variant uyğun variant A variantıdır. 84'də isə baxsaq, görürük ki, 84'də budaqlar mənfi istiqamətdə yönəlmişdir. Yəni A mənfidir. A mənfidir. C müsbətdir və B də müsbətdir. Cavab oldu C. Səksən beşə baxaq. 8x minus 2y bərabər 14 düz xəttinin qrafiki. Absisi 3 olan nöqtədən keçir. Bunun ordinatını tapın. Gətiririk, absisin yerinə 3 yazırıq. 8 vurulsun 3 minus 2y bərabər 14. Buradan 2y bərabər 24-dən 14 çıxsaq 10 və y oldu 5. Cavab oldu A variantı. Səksən yeddiyə baxaq. Altı x minus 7y bərabər mənfi 2 düz xəttinin qrafiki absisi 2-yə bərabər olan nöqtədən keçir. Bu nöqtənin ordinatını tapın. Yenə də biz uşaqlar x-in yerinə 2 yazsaq 6 vur 2 minus 7y bərabər mənfi 2. 7y bərabərdir 14. Y oldu 2. C variantı. Baxaq 88-ə. Deməli, M mənfi 5B N 3 mənfi 5 nöqtələri oyq oxuna paralel olan düz xətt üzərindədir. Oyq oxuna paralel. Oyq oxuna paralel olan düz xətt y bərabər B düz xəttidir. Deməli, əgər oyq oxuna paralel düz xətt üzərindədir, B-ni tapın. Burada 3 mənfi 5. Bu 3 mənfi 5'dir. 3 mənfi 5. Deməli, oyq oxuna paralel olan düz xətt y bərabər B olduğuna görə və burada deməli y mənfi 5 olduğuna görə baxırıq ki, y bərabər mənfi 5 olmalıdır. Yəni, N nöqtəsindən keçən y bərabər mənfi 5 nöqtəsindən keçir. Və da aydın məsələdir ki, hər iki nöqtədən keçdiyinə görə M-dən və N-dən, yəni buradan da alırıq ki, B bərabərdir mənfi 5. Variantdır. Baxaq 89-a.
Y bərabər x kvadrat plus 4x minus 2 parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Biz bunu bu hissəyə baxsaq, x plus 2'nin kvadratı, bunu açanda x kvadrat plus 4x plus 4, ona göre minus 6 yazaq. Bura 4'dən 6 çıxanda mənfi 2 olsun deyə. Onda alırıq ki, deməli parabolanın təpə nöqtələri nədir? Mənfi 2 və mənfi 6'dır. C variantı. Y bərabər mənfi x kvadrat minus 4x plus 2 bərabərdir. Mənfi x kvadrat plus 4x plus 2 bərabərdir. X plus 2'nin kvadratı minus 4 plus 2 açıqlaması ilə yazaq ki, aydın olsun. O da mənfi x plus 2'nin kvadratı plus 6. Deməli, parabolanın təpə nöqtəsinin koordinatları mənfi 2 və 6'dır. Variantlara baxsaq, A variantı. Doksan ikiye baxaq. Y bərabər mənfi x kvadrat minus x minus 4 bərabərdir. Mənfi x kvadrat plus x minus 4. Bu da bərabərdir. Mənfi x plus 2'də 1'in kvadratı minus 4'də 1 minus 4 bərabərdir. Mənfi x plus 2'də 1'in kvadratı minus 3 tam 4'də 3. Buradan da parabolanın təpə nöqtələri aydın məsələdir ki, mənfi 2'də 1 ilə mənfi 3 tam 4'də 3 olar. A variantı. Doksan üçə baxaq. Söyləyir ki, funksiyanın qrafikini müəyyən edin. Funksiyanın qrafikini müəyyən etmək üçün biz onu A vurusunu x plus m kvadrat minus n şəklinə gətirək. Veya bunun sağ tərəfin sıfıra bərabər edib onun sıfırlarını da tapıb o üsulla da elə bilərik. Yəni belə x aydındır ki, burada A müsbətdir. Yəni budaqlar yuxarı yönəlmiş paraboladır. Yəni A variant ola bilməz, B ola bilməz. C, D, Y variantlardan biri olmalıdır. Yəni x kvadrat plus x minus 2'ni sıfıra bərabər etsək və x plus 2, x minus 1 bunun sıfırlarını tapsaq, x mənfi 2, x bərabər 1. Mənfi 2, 1 də aydın məsələdir ki, bu köklər, yəni funksiyanın sıfırları C variantında aydın görsənir. Baxaq 94'ə. Fx bərabər x kvadrat minus x minus 6 funksiyanın qrafikini müəyyən edin. Buradan da x kvadrat minus x minus 6'nı sıfıra bərabər edək. Bu da budaqları yuxarı yönəlmiş paraboladır. Bunu da belə yazsaq, x minus 3, x plus 2 bərabər 0, x 3 və x bərabər mənfi 2. Baxsaq şəkillərə.
Şəkillərə baxsaq, A, B, C-dir. Bunlar heç biri deyil. Baxaq bu tərəfə. Y variant. Deməli, kökləri, yəni sıfırları -2 və 3-dür. Cavab oldu Y. 95'e baxaq. Y bərabər x kvadrat minus 4x plus 9. Funksiyanın qiymətlər çoxluğunu yazın. Biz bunu bu şəkilə salaq. X minus 2'nin kvadratı plus 5. Deməli, funksiyanın qiymətlər çoxluğu 5 müsbət sonsuzluqdur. Variantlara baxsaq, B variant. 96'da isə y bərabər x kvadrat plus 4x plus 2 və bunu x plus 2'nin kvadratı minus 2 kimi yazaq. Bunun da aydın məsələdir ki, qiymətlər oblastı, yəni y bərabərdir -2 müsbət sonsuzluq. Variantlara baxsaq, C variant. Doksan yeddiyə baxaq. Yenə də y bərabər ax kvadrat plus bx plus c funksiyasının qrafiki verilmişdir. Və funksiyanın grafikinə əsasən A və C-nin işarələri hansında doğrudur, hansı variantda doğrudur onu soruşur. Budaqlar yuxarı yönəlibsə A müsbətdir. X-a 0 verəndə alınan isə C-dir və o da y-oxun parabola harda kəsir odur. Deməli, C də müsbətdir. Yəni, bunu bu şəkildən görürük biz. Görürsünüz ki, deməli, budaqlar yuxarı yönəlib A müsbətdir. Y-oxun müsbət istiqamətdə kəsir C müsbətdir. A müsbət, C müsbət, C variant. 98'e isə baxsaq, A müsbətdir, C mənfidir. Yəni, budaqlar yuxarı yönəlib, amma x-a 0 verdikdə C mənfi qiymət olur. Cavab oldu D variant. 99'a baxaq. Fx bərabərdir x kvadrat minus 4x plus 6 funksiyasının qiymətlər oblastını tapın. Bunu da x minus 2'nin kvadratı plus 2 kimi yazsaq, qiymətlər oblastı 2 müsbət sonsuzluq olmuş olar. C variant. Yəni Y. Yüzə baxaq. Fx bərabər x kvadrat minus 6x plus 12. Bu da bərabərdir. X minus 3'ün kvadratı plus 3. Bu da oldu 3 müsbət sonsuzluq. Y bərabər 3 müsbət sonsuzluq. Cavab oldu D variant. Yüz bire baxaq. Y bərabər x kvadrat minus 6x plus 2. Parabolasının təpə nöqtəsinin koordinat müstəvisinə yerini müəyyən edin. Bunun üçün biz bunu x minus 3'ün kvadratı, bura baxırıq belə bu hissəyə, minus 7 kimi yaza bilərik. Bu da parabolanın təpə nöqtələri 3 və -7'dir. 3 və -7 isə
Aydın məsələdir ki, 3-cü rübdə yerləşir. 3-cü yox, 4-cü rübdə. 4-cü rübdə 3 mənfi 4. 4-cü rübdə yerləşir. 4-cü rüb D variant. Baxaq 102-yə. Y bərabər mənfi x plus 4-ün kvadratı plus 2. Parabolasına təpə nöqtə. Təpə nöqtələr mənfi 4, 2. Aydın məsələdir ki, bu da yerləşir 2-ci rübdə. 2-ci rüb. 2-ci rüb hardadır? Y-də. %103'ə baxaq. M-in hansı qiymətində y bərabər mx plus 7 mx plus 7 y bərabərdir mənfi 7x plus 4 düz xətləri paraleldir. Düz xətlər o zaman paralel olur ki, k-lar eyni, bərabər, yəni funksiyaların k-ları bərabər, b-ləri fərqli olsun. İndi biz də baxırıq bura, b-lər fərqlidir zaten. K-ların da eyni olmaq üçün k1m, k2 isə mənfi 7-dir. Ona görə m mənfi 7-yə bərabər olmalıdır. Yəni cavab oldu Y variant. Y bərabər 104'də y bərabər mənfi 11x minus 8 düz xətti ilə kəsişən düz xəttin bucaq əmsalı hansı ədəd ola bilməz? Deməli, düz xətlərin bucaq əmsalları eyni olanda onlar paralel olurlar, heç vaxt kəsişmirlər. Onun üçün də orada A variant uyğundur. Yəni ki, əgər k bərabər mənfi 11 olarsa, bunların qrafikləri paralel olar və kəsişməzlər. Yəni, mənfi 1 bucaq əmsalı kəsişməsi üçün bunun digər düz xətlə bucaq əmsalı ola bilməz. Yəni, cavab A. Baxaq 105'ə. K-nın hansı qiymətində y bərabər kx plus 6 və y bərabər mənfi 16x minus 9 düz xətləri paraleldir. Yenə də düz xətlərin paralel olmaq üçün k-lar eyni olmalıdır. Aydın məsələdir ki, k bərabər mənfi 16 cavab oldu A variant. 106'da isə deməli y bərabər mənfi 8x plus 13 düz xəttinə paralel olan düz xəttin bucaq əmsalını soruşur. Aydın məsələdir ki, bu da 8'dir. Çünki k-lar eyni olmalıdır ki, paralel olsunlar. K-nın da 8 olduğu variant B variantıdır. 107'yə baxaq. Y bərabər mənfi 4x plus 3 düz xəttinə paralel olan mənfi 4x plus 3 düz xəttinə paralel olan və M3 8 nöqtəsindən keçən düz xəttin apsis oxu ilə kəsişmə nöqtəsinin apsisini tap. İlk öncə həmən düz xətti tapaq. Deməli, düz xəttinə paraleldirsə, bunun qrafiki mənfi 4x plus 5 şəklindədir. Və bu nöqtədən keçdiyinə görə koordinatları yerinə yazsaq, mənfi 4 vur 3 plus B, B bərabər 20 olar. Buradan da deməli, funksiya mənfi 4x plus 20 şəklindədir. İndi apsis oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 demək lazımdır.
Gətirib y-ə 0 desək, y-ə 0 desək, 4x bərabər 20. Buradan da x bərabər 5 almış olarıq. 107'də x bərabər 5 y variantda. Baxaq 109'a. S-nin hansı qiymətində y bərabər 7x kvadrat plus 5x plus s funksiyasının qrafiki -2 bir nöqtəsindən keçir. -2 bir nöqtəsindən. Gətirib bunları yerinə yazsaq, 1, 7 vurulsun -2'nin kvadratı 4, 5'i -2'yə vursaq -10 plus s. Bu da 1 bərabər 28 minus 10 plus s. S bərabər 28'dən 10 çıxsaq 18, 1'dən 18 çıxsaq -17. Cavab oldu D variantı. 110'a da baxaq. Y bərabər ax kvadrat plus 3x plus 7 funksiyasının qrafiki A-nın hansı qiymətində 1, -3 nöqtəsindən keçər. Bunları da yerinə yazsaq, -3 bərabərdir. X-in yerinə 1 yazsaq, 1'in kvadratı 1a-ya vursaq a, 3'ü 1'ə vursaq 3 plus 7. Buradan da a bərabər -13. B variantı.